Selamünaleyküm. Bak gelmişəm dəniz kənarına. Payızdır. Görürsünüz. En olsun deyəsən. Oktyabrdır. 25-ci il. Ah, sizə göstərirəm. Görürsünüz insanlar bəzən çoxlu xətt çəkirlər. Dalğıçlar dənizin dərinliklərinə başvururlar. Dənizin dibindəki bizə çəkiliş edirlər. Bax, bu gün gəlmişik, görürsən, dəniz özü çəkilib gedib, bütün daxilini açıb qoyub. Buyurun, baxın. Bax, çox qeyri-adi burada. Heç qarğalar məni saymırlar. Və bunu niyə çəkirəm? Bunu çəkirəm o adamlara ki, insanlar bəzən həyatını çayxanalarda, domino oynamaqda keçirən insanlar heç olmasa bu təbiətdə bəzi dəyişikliyi görmək istəmirlər. Bax, təbiəti dəyişmək üçün çoxları fikirləşir ki, uzun məsafələr getmək. Bax, təbiət özü öz sirrini açıb göstərir. Görürsünüz, dəniz bax, Sumqayıtdır, 6-cı mikroyonun yeniliklər burada təzə binalar o qədər tikilib, bırak ki, maşallah. Biz burada bax, görürsünüz burada, bax, dəniz çəkilib necə gedir. Bütün daxili hamısı buradadır. Və gəlib gəzmək olar, baxmaq olar. Buyurun. Vaxtınızı dominodan, çayxanadan ayırıb gəlib rahat dincəlmək olar, istirahət eləmək olar. İstirahət edəndə bizdə bir düşüncə formulaşır ki, mütləq yemək lazımdır. Birdən hərdən bir yeməkdən də istirahət eləmək lazımdır. Yemək də yüklü insan üçün əziyyətdir. Baxın. Bax, gəlin, istirahət edin, gəzin, görün.